Söyledikdə onun danışığından həm də mən siyasi baxımdan istəməli qiymət verəm. Yəni siyasi baxımdan kifayət qədər savadsız olduğu üzə çıxdı. Kifayət qədər savadsız. Və çünki elə mülahisələr irəli sürürdü ki, o mülahisələrin özü onun özünün əleyhinə işləyir. Məsələn, tutaq ki, o açıq şəkildə qeyd edir ki, övladlarım üçün mən getdim. Hətta oğlu gəlib deyir ki, mənim nəvələrimi belə tərbiyə etməyinə. Oğlum məndən, övladım məndən daha ağıllıdır. Ki, qoy özləri oxusun, özləri elm bilik sahibi olsun, onlara pul vermə. Amma deyir, bizə deyir, pul verdin, getdin, pulla aldın, gətirdin diplomanızı, belə çıxır ki, övladları savadsızdır. Bu fon yaradıldı. İndi növbəti sual yaranır. Dərdimiz onların övladlarının savadı yox, diplomların pulla alınmasıdır. Başqa şeydən gedir. İddialar niyə araşdırılır? Yox, söhbət ondan gedir ki, müvafiq bizim qurumlarımız ki var. Təbii ki, bu adamdan soruşa bilər və bu da məntiqidir, soruşa bilər ki, siz deyirsiniz, getdim, pulla aldım. Kimdən pulla aldınız, nə vaxt aldınız, kimin üçün aldınız, nə qədər ödədiniz, bu hamısı qeyri-qanuni addımlardır. Misir Mərdanova keçmiş bizim deməli təhsil nazirinə bu istiqamətdə mətbuatdan suallar olub. O da qeyd edib ki, bu şəxs özü bir evi 5 nəfərə satdığından hər şeyi satış gözü ilə baxır və o zamanları dərsə gəlməmək ola bilərdi. Dərsə gəlmədi və ona şiş edilmiş qiymət yazıla bilərdi. Onun əsasında təhsil naziri təqdimi əsasında diplom verə bilərdi, amma heç kim ona diplomu satmayıb. Bu da bizim keçmiş deməli təhsil nazirimizin cavabı. İstənilən halda hesab edirəm ki, Şərurlu İsfəndiyarın səsləndirdiyi bir sıra fikirlər çox ciddi hüquqi mühafizə orqanları tərəfindən araşdırma tələb edən məsələdir. Araşdırılmır. Siz onu deyə bilməzsiniz, söhbət cəmsi bir yox, deyə bilmirəm. Təbii deyə bilmərəm. Elə bir iddiam yoxdur. Sadəcə olaraq, məsəl üçün, hadisə baş verəndən, iddialar ortaya çıxandan sonra ən azı müvafiq qurumların mövzu ilə bağlı açıqlamaları ən azından olmalı idi. Ehtiyac mı? Mənim sualım o idi. Ehtiyac mı yoxdur? Hamımızın bildiyimiz gerçəklikdirmi? Yoxsa? Bilirsiniz, elə məsələlər var ki, onun ictimailəşdirilməsi dərhal yox, bir qədər sonra olsa daha yaxşıdır. Bu ictimai əhəmiyyətli məsələdir axı. İctimai əhəmiyyətli məsələdir olsa... Yəni, bu dövlət sirri deyil, bu dövlətin hansısa sınırlarına toxunan məsələ deyil, xarici əlaqələrlə bağlı deyil, kəşfiyyat deyil, əks-kəşfiyyat. Bu adi biznes məsələsidir. Mən nədən buna bu şəkildə qiymətləndirmə aparıram? Bəzən dəfələrlə oxşar situasiyadan şahid olmuşduq ki, sözü deyən şəxslər, ifadənin müəllifi olan şəxslər sonralar mətbuata çıxıb onu elə təqdim edirlər ki, məni düzgün anlamayıblar, məni düzgün başa düşməyiblər, kimi yanaşmalar. Amma o da yoxdur. Məsələn, 5-ci gün olmayıb, 5 gün keçməyib, ən azından hüquq mühafizə orqanlarından çıxıb deyə bilərlər ki, araşdırma başlanıldı. Yəni, hesab edirəm ki, biz tələm-tələsik bunun cavabını gözləməyik. Yəni, bir müddətdən sonra mən hesab edirəm ki, bu istiqamətdə nəsə biz daha yeni məlumatların şahid olacaq. Çünki səslənib, artıq deyilən fikirlərdə cinayət tərkibi var. Cinayət tərkibi özü etiraf edir bunu. İctimai qınaq yaranmasa, çətin olsun. Sosial şəbəkələrdə müzakirə olur. Bina dağıdıldı bu yaxınlarda. Belisa şirkəti idi, Səfərimiz. O binanın dağılan anında video olmasaydı, o çəkiliş olmasaydı, o da müzakirə olunmayacaqdı. Belə olmalı deyil. Belə olmalı deyil. O qeyri-qanuni hərəkət olubsa, ona qarşı dövlət, belə deyək də, acımasız davranmalıdır. Kimindir, nəyindir, hardandır? Olmasaydı deyə olması yaxşıdır. Yəni, Cənab Prezident dəfələrlə qeyd edib ki, ictimai qınaq, ictimai nəzarət, ictimai nəzarət elə budur. Kimisə ağlına gəlib həmin o stresli vəziyyətdə telefonu açmasaydı nə olacaqdı? Heç nə. Bax, söhbət ondan gedir ki, bu Şərurlu iş adamı çıxıb bu müsahibəni verməsəydi nə olacaqdı? Mən ona gətirmək istəyirəm sözü. Deməli, bu problemlər həm yenə taksi minəndə taksiçilər danışacaqdı, məhəllədə, həyətdə, mətbəxdə danışacaqdı. Bəllidir. Sadəcə olaraq bunu, bilirsiniz, hər eyni fikri baxır kim söyləyir. Ola bilsin ki, sıradan biri eyni fikri söyləsin, onun reaksiyası olmasın. Siz fikir vermişsiniz, terrorçular belə deməli öz aksiyalarını həyata keçirərkən daha çox effekt olsun deyə sıradan adamları seçmirlər. Hətta onların da seçimi olur. Onların da selektiv yanaşması olur. Mən sözümün canı odur ki, Şərurlu İsfəndiyar bu məsələni deyəndə tanınmış iş adamıdır. Düzdür? Çox tanınmış adamdır. O deyəndə onun bir reaksiya, bir effekt olur. Heç kimin tanımadığı bir adam deyiləndə başqa bir effekt olur. Hamilə sübutdur axı. O özü iştirakçısı olduğu məsələləri deyir. Yəni, qulaqdan dolma bilgini demir. Deyir, getdim, filan nazirlər oturmuşdu orada. Mənə dedilər ki, bu məsələni ancaq sən həll edə bilərsən. Ölkədəki talih yüklü məsələnin həllini və adam... Onun dediyi fikirlər ki var, səsləndirdiyi fikirlər. O konkretliyə də gedir bir çox hallarda. Nəyə gedir? Konkret.
konkret fikirlər səsləndirdi. Yəni Bəli. dumanlı, ümumi yox, konkret. Bəli, adla. Nə bilim Bəli. 3000 mən mənzil verdim Bəli. falan və s. Və o baxımdan təhsillə bağlı məndə olan məlumata görə diplomları pulla alırlar demir. O deyir ki, mən öz övladlarımı aldım. Yəni mən də hesab edirəm ki, konkretlik buna deyirəm və bu halda heç şək şübhəm yoxdur ki, bizim müvafiq qurumlarımız, hüquq mühafizə orqanları bu istiqamətdə yəqin ki, siz fəaliyyətini görəcəksiniz.